Salam. Hər gün, hər yerdə orta sözünü eşidirik. Orta maaş, orta qiymət, orta bal. Amma heç düşünmüsünüzmü ki, bu rəqəmlər həqiqətən vəziyyəti olduğu kimi göstərir? Gəlin bugün birlikdə orta anlayışının arxasındakı bəzən gizli qalan hekayəni kəşf edək. Məsələn, gəlin bir anlıq düşünək. Bir ölkədə orta aylıq gəlir nə qədərdir? Yəqin ki, hərəmizin ağlına dərhal bir rəqəm gəldi. Amma bu rəqəm tək başına bizə nə deyir? Onun arxasında hansı reallıqlar gizlənir? İndi isə baxın, real bir nümunə. Eyni insan qrupu üçün hesablanmış iki fərqli orta gəlir rəqəmi var. Biri 4338 rubl, digəri isə təəccüblüdür ki, xeyli azdır, cəmi 2715 rubl. Bəs necə ola bilər bu? Hansı doğrudur və bu böyük fərq hardan yaranır? Bax, bugün birlikdə həll edəcəyimiz kiçik bir statistik tapmacadır. Yaxşı, gəlin bu tapmacanı çözmək üçün işə başlayaq. İlk addım olaraq, gəlin hamımızın məktəbdən tanıdığı o ən məşhur orta növü olan ədədi ortanı bir daha xatırlayaq. Ədədi orta. Yəqin ki, hamımız bilirik. Bütün rəqəmləri toplayırıq, sonra da onların sayına bölürük. Çox sadə səslənir, elə deyilmi? Məsələn, 4, 36, 45, 50 və 75-i toplayıb 5-ə bölsək, ədədi orta 42 olar. Amma bilirsiniz, ədədi ortanı sadəcə bir düstur kimi görmək, onun əsl mahiyyətini anlamağa mane olur. Əslində, bu çox maraqlı bir balans konsepsiyasıdır. Təsəvvür edin ki, ədədi orta bütün məlumatlarımızın cazibə mərkəzidir. Baxın, bu təsvir həmin konsepsiyanı mükəmməl şəkildə izah edir. Fərz edin ki, hər bir rəqəmimiz bir yelləncək üzərindəki ağırlıqdır. Ədədi orta o yelləncəyi tam tarazlıqda saxlayan yeganə dayaq nöqtəsidir. Gəlin indi başqa bir orta növünə keçək və görək o bizə necə fərqli bir mənzərə təqdim edir. Bir anlıq özünüzü bir geyim mağazasının sahibi kimi təsəvvür edin. Ambarınıza yeni köynəklər sifariş verəcəksiniz. Nəyi bilmək sizin üçün həyati əhəmiyyət daşıyır? Əlbəttə ki, ən çox hansı ölçünün satıldığını. S, M, L yoxsa XL? Bu qrafika baxanda cavab çox aydındır. M ölçüsü. Bax, elə bu ən populyar seçimə, yəni məlumatlar arasında ən çox təkrarlanan dəyərə statistiklər moda deyirlər. Bu qədər sadə. Görürsünüz, moda sadəcə bir statistik termin deyil. Onun iqtisadiyyatda, real həyatda çox güclü tətbiqləri var. Moda bizə insanların əksəriyyətinin nəyə üstünlük verdiyini, nəyi seçdiyini və ya əslində hansı vəziyyətdə olduğunu birbaşa göstərir. İndi isə gəlin lap başdakı o çaşdırıcı gəlir tapmacasına qaydaq və görək əslində orada nə baş verir. Gəlin çox sadə, tamamilə bərabər bir ssenaridən başlayaq. Belə bir ölkə düşünün ki, orada hər kəs eyni məbləğdə maaş alır. Hər şey aydındır, elə deyilmi? Bu ideal cəmiyyətdə həm ədədi orta, həm də moda bizə eyni hekayəni danışır. Çünki həm ortalama gəlir 30.000 dollardır, həm də ən çox rast gəlinən gəlir, yəni moda elə 30.000 dollardır. Bəs real həyatda olduğu kimi, gəlir bərabərsizliyi yarananda nə baş verir? Gəlin ssenarimizə biraz dram qataq və bir nəfərin gəlirini kəskin şəkildə artıraq. Və birdən-birə baxın nə baş verir. Orta gəlir inanılmaz dərəcədə yuxarı qalxır. Niyə? Yadınızdadır o yelləncək misalı? Həmin o bir nəfərin qazandığı nəhəng məbləğ bütün tarazlığı pozaraq ortalamanı kəskin şəkildə yuxarı dartır. Və bu bizi çox kritik bir suala gətirib çıxarır. Bu yeni orta rəqəm, yəni 110.000 dollar, həqiqətən də oradakı insanların əksəriyyətinin vəziyyətini düzgün təsvir edirmi? Yəqin ki, yox. İndi isə gəlin modaya baxaq. O isə heç tərpənmir, olduğu kimi qalır. Çünki moda o tək bir yüksək rəqəmə əhəmiyyət vermir. Moda bizə ən çox insan nə qazanır sualına cavab verir. Və bu cavab hələ də 30.000 dollardır. Yaxşı, bu rəqəmləri daha dərindən anlamaq üçün gəlin son bir amma çox vacib bir məqama da toxunaq. Statistikada populyasiya deyilən bir anlayış var. Bu, bizim araşdırmaq istədiyimiz bütün qrup deməkdir. Məsələn, bir ölkədəki bütün insanlar. Amma təbii ki, bir ölkədəki bütün insanlara tək-tək sorğu-sual etmək demək olar ki, mümkün deyil, eləmi? Ona görə də biz nə edirik? Həmin böyük qrupun içindən daha kiçik, təmsil edici bir qrup götürürük. Bax, buna da seçmə deyilir. Bu o deməkdir ki, biz hər hansı bir hesablama aparanda adətən bütün populyasiyanın yox, məhz bu seçmənin ortalamasını tapmış oluruq. Yəni, əlimizdəki rəqəm əsl həqiqəti olan ən yaxşı təxminimizdir. Gəlin indi bütün bu bildiklərimizi bir yerə yığaq və görək bizim üçün əsas çıxarışlar nələrdir? Ən əsas məsələ budur.
universal, hər vəziyyətə uyğun gələn ən yaxşı orta anlayışı yoxdur. Hansı alətdən istifadə edəcəyiniz tamamilə hansı suala cavab axtardığınızdan asılıdır. Ədədi orta, yəni tarazlıq nöqtəsi, kəskin fərqlənən rəqəmlərə çox həssasdır. Modi isə əksinə, bizə ən çox rast gəlinən, yəni tipik vəziyyəti göstərir. Artıq siz sadəcə bir rəqəmə baxmırsınız, siz o rəqəmin arxasındakı hekayəni bilirsiniz. Odur ki, növbəti dəfə haradasa orta gəlir və ya orta qiymət kimi bir ifadə görəndə bir anlıq dayanın və özünüzdən soruşun. Görəsən, bu hansı ortadır və bu rəqəm mənə həqiqətən nə demək istəyir? Cavablar sizi təəccübləndirə bilər.